Salam əziz dinləyicilər, həmişəki kimi sizinlə mən İlqar İlyasov Alışov, gastroenteroloq, gepatoloq, invaziv endoskopist və 28 mayda yerləşən Bakı Dəmir Yolu Xəstəxanasının gastroenteroloji, gepatoloji və endoskopik bölümünün rəhbəri və həmişəki kimi aşağıda gördüyünüz YouTube, Instagram və Facebook səhifəmizə məhz qoşularaq bizi daim izləyə biləcəksiniz və sizlər verilişlərimiz davam edərək bu gün biz danışacağıq ən problemli və ən çox sual doğuran öd daşı xəstəlikləri barəsində. Ümumiyyətlə, öd kisəsi qarın boşluğunun sağ qabırğa altında yerləşir, qaraciyərdə əmələ gəlmiş ödün deposu kimi fəaliyyət göstərir, armudvari formasında olur və lazım olan zaman məhz qidanı yediyimizdən sonra məhz bir saat yarımdan sonra məhz 12 barmaq bağırsağı açılaraq beləliklə həzm prosesində iştirak edir və əsas da həzm proseslərindən biri məhz pim valiləsində iştirak edərək pilləri parçalamaqda iştirak edir. Və çox təəssüf ki, çox vaxt məhz öddə durğunluq yarandığı zaman və yaxud da irsi olaraq hansısa bir xəstəlik və yaxud da hansısa dərmanları qəbul edəndə görürsünüz ki, məhz öd kisəsində, durğunluq nəticəsində görürsünüz ki, yaranır öd daşı. Siftə duzlar əmələ gəlir, sonra daşlara keçir və daşların var xolesterin olan və xolesterin olmayan daşlar olur. Və sizin ən tez-tez verdiyiniz sual məhz öd daşı xəstəliyi olanda mütləqdirmi əməliyyat olunması və digər. Təbii olaraq ki, əgər öd daşı xəstəliklərinin ümumiyyətlə ödün öz kanalı 0,6 sm qədər, yəni ki, oradan qatı öd və yaxud da duzlar, daşlar keçə bilirlər. Və əgər bir xırda daşdırsa, 0,2, 0,3, 0,4 ölçülərdədirsə, təbii olaraq ki, onu məhz çalışmaq olar, yəni ki, müalicə üsulu ilə necə siz lorud elədiyiniz ərdərək aradan qaldırmaq, yəni ki, o dərman vasitəsilə yox, əgər o tabi olmursa ona, təbii olaraq ki, və əgər tez-tez məhz artıq pristuplar baş verirsə, təbii olaraq ki, onda öd daşı xəstəliyində məhz əməliyyata getməlidirsən. Əməliyyatdan da çox vaxt qorxurlar, deyirlər ki, əməliyyat eləyərik, sonra öd kisəsi necə yaşayacaq və s. Tamamilə sərbəst olaraq yaşayacaqsınız və çox vaxt öd daşı xəstəliyində məhz siz yağlı yeməklər yeyə bilmədiyiniz, alkoqol içki qəbul edə bilmədiyiniz halda məhz öd daşı xəstəliklər bitəndən sonra, öd daşı xəstəliyi zamanı əməliyyat olunandan sonra artıq siz rahat həm yağlı yeməklər yeyə biləcəksiniz, yəni pristup şəklinə düşməyəcəksiniz. Soruşacaqsınız ki, ha vaxt bu baş verə bilir? Əgər tez-tez baş verirsə pristuplar olur və vaxtında götürülməmiş öd kisəsi, yəni ki, öd daşı xəstəliyinə görə artıq gələcəkdə öz böyük fəsadlarını verə bilir. Daş gedib kanala düşə bilir, artıq əməliyyat 2 qat artır, yəni həcminə görə və məbləğinə görə və təbii olaraq ki, öd yollarından endoskopik olaraq siftə daş çıxarılmalıdır, sonra artıq öd kisəsi götürülməlidir və yaxud da ondan başqa hansı fəsadlar ola bilər, məhz tez-tez atakalar olaraq mədə-altı vəzin başı şişir, xroniki pankreatit keçir kəskin pankreatitə və beləliklə də tez-tez hallar baş verdikdə artıq öd kisə götürüləndən də sonra köpmə hissi və s. qalır. Necə bilmək olar ki, öd daşı xəstəliyi barəsində? Təbii olaraq ki, qızıl standart ultrasəs müayinəsidir. Ultrasəs müayinəsi etdikdə biz onu görürük və beləliklə də məhz bilirik. Çox vaxt görürsünüz ki, lal daşlar olur, heç kəs bilmir. Və bugün bizim bir xəstəmiz vardı, 84 yaşında. Gəlmişdi sırf qıcqırma olaraq başqa bir şikayəti olmayaraq, amma ilkin olaraq siftə olunda elədik məhz ultrasəs müayinəsi, orada təbii olaraq ki, məhz öd daşında daş əmələ gəldiyi çıxdı və ondan başqa hal-hazırda 2 üsul əsasdır, biri laparoskopik üsuldur, yəni olur desək kəsmədən və klassik üsul olduğuna görə. Ona görə əziz dinləyicilərimiz vaxtında bilməlisiniz və vaxtında lazımi müalicəyə, cərrahiyə ya da dərmanla olmalısınız və vaxtımız sona çatdığına görə mən sizlə sağollaşıram. Yeni görüşlər ümidi ilə sağ olun.